Hər vaxtınız xeyir olsun. Deməli, növbəti video çəkilişimizə başlayacağım. 101-ci sualdan başlayacağım. Burada n-1 faktoriyaların ixtisar gedir. Burada n+2'nin özü qalır. Sürət məxrəci böləndə də 4/1 qalır. Cavab 4 edir. Burada sürət məxrəci 500 böləndə 1/1 qalır. Burada qayda yazmışdıq. Demək, y üstündə olacaq 6/3/1. N'in əmsal çünki 1'dir. Vuraq 1. Bu da y kubu verir. Burada eyni qayda ilə y üstündə -1/3/7 vuraq 14. Bu da y üstündə demək 2'də 4'ə vurur -8 edir. Y üstündə -1/3/4 vuraq -4. Bu da y üstü 4'ə gəlir çıxır. Y üstündə 3/1 vuraq -1. Y üstündə -2 eləyir, o da 1/y kvadrat. Burada x sıfıra yaxınlaşır, 5x/3x bölək x. Bu da 2 verəcək. Bunun məxrəci 1'dir, qoşmaya vuracağım. Burada eləyir x kvadrat çıxaq, x kvadrat çıxaq, 5x plus 2 bölək x üstə gələk kökdə x kvadrat plus 5x minus 2. Sürət məxrəci bunlar ixtisar gedir. Sürədə x-ə böləndə -5 bölək 1 plus 1 eləyir. -5 bölək 2, o da -2/5. Burada sürət məxrəci x kubuna böləcəm. 1 plus 1 eləyir, burada da 1 eləyir. Cavab 2 verir. Qiymətlər çoxluğu, kosinüsün qiymətlər çoxluğu -1 müsbət 1'dir. -1 yazanda -8 plus 3 -5 eləyir. 1 də yazanda 8 plus 3 eləyir 11. Burada sinus 8x vuraq kosinus 8x'i çıxartdım. Qaldı sinus kvadratı 8x üstə gələk kosinus kvadrat 8x. Bu 1 verir. Burada eləyir 2'də 1 vuraq sinus 16x. Bu 1, o cavab 2'də 1. -2'də 1 müsbət 2'də 1. Kosinüsün kvadratın qiymətlər çoxluğu 0, 1'dir. 0 yazanda 1 eləyir, 1 də yazanda 3 eləyir. Aha, bu modul x-1'in qiymətlər çoxluğu 1 olanda 0 ilə deməli x1 olanda 0'a ən kiçik qiymətcə 0 eləyir. Ən böyük qiymətcə də sonsuzluq yaradır. Deməli 0 qoyanda, burada 0 qoyanda 3'dür. 2 vuraq 0 plus 1. 2 vuraq 0'ım 1 plus 1. O 2 eləyir. 2'də müsbət sonsuzluğa. Aha, bunun 0'dan kiçik qiyməti yoxdur da. Ona görə 2 vuraq 0. Belə də üstündə plus 1'dir. Ona görə belə olur. 3 eləyir. 3'də müsbət sonsuzluq. Tamam. Burada 4x kvadrat olmalıdır. Böyük bərabər 0. Bir də x fərqlidir 1 olmalıdır. Deməli, -2'dən 1'ə 1 1'dən 2. Çünki bunun aralığı -2 müsbət 2 belə yaradır da. Mənfi müsbət mənfi. Bu aralığa düşür. Burada da 1 ala bilməz. 1 olmamalıdır. Burada bu kökün altdakı ifadə böyük bərabər 0 eləyir. 1 minus 2x olmalı, kiçik bərabər 1'dən. Bir də 1 çıxar 2x böyük bərabər 0. X kiçik bərabər 2'də 1. Bir də x böyük bərabər 0.
Sıfırdan 2'ye 1'ə. Ha. Deməli bir də bu böyük, yalnız böyük, ciddi böyük sıfır. Onu eləyir x kiçikdir 2'də 1'dən. Bunu təyin oblastı. Kosinüsün təyin oblastı. -1, -1, -4, -4 buraya eləyir. Bura nə eləyir bəs? Deməli, -1 kiçik bərabərdir x -1 bölü 2, kiçik bərabər 1. Bir də 4 - x böyük 0-dan x kiçik 4'dan. Buradan da 2'ye vursam -2 kiçik bərabər x -1, o da kiçik bərabərdir 2. 1 gəlsəm -1 kiçik bərabər x kiçik bərabər 3. Oralığa düşür. X -1 böyük bərabər 0, 4 - 2x ciddi böyük 0. X böyük bərabər 1'dən, x kiçik 2'dən. Oralığa düşür. Buradan a bölü 10 bərabərdir 2'ye, a bərabərdir 20'ye. Burada 8x bölü 6x 3'də 4. F törəmə x bərabərdir. F5 çıxaq f -1 bölək 5 çıxaq -1 bərabərdir. Burada 5 yazanda 25, 30 -5, 10. 5 çıxaq -1 yazanda 1 plus 6, 17. Bölək 6. Deməli, bir də baxaq, bunun törəməsi 2x - 6 bərabər deyil, bunu neçə eləyəcək? -2'ye. 2x bərabərdir 4'ə, x də bərabər 2'ye. Burada törəmə tapmalıyam. 2x bıraq sinus x çıxar 2, üstə gələk. X kvadrat bıraq kosinus x çıxar 2. X'i yerinə 2 qoyanda bura 0 eləyir. Burada da 4 bıraq 1. 4 eləyir. Ne zaman kəsilməzdir? Buradan alıram x -plus 3 bərabərdir 2b'yə. X'in yerinə 3 yazmalıyam. 6 bərabər 2b'yə, b də bərabər 3'ə. Burada sürət məxrəci deməli yüksək qüvvət məxrəcin qüvvət sürətin qüvvətindən daha böyükdür. Çünki n üstünlüyü burada 5 üstün. Elə bir 5 bölü n'in üstündə n deməkdir bu. Onda bu da 0'a bərabərdir. Məxrəc sonsuz kiçiləndir, sonsuz böyüyəndə ona görə 0 yaradır. Burada 1 eləyəcək cavab. İxtisar gedir, elə 1 qalır. Rol teoremi törəmə 0 eləməlidir. F'(x) bərabər 0 olmalıdır. 2x - 6 bərabər 0'a, x də bərabər 3'ə. 3 də bu aralığa daxildir. Bunun törəməsi deməli nə verir? 0, 8. 8 çıxar 2x bərabər 0, x bərabər 4'ə. Törəməsi varmı? -1 üstü 3'də 4. Bir də -1 üstünün 1 üstündə 3'də 4. Bunun törəmə alanda 3'də 4 qabağa gəlir, x 3'də 1 qalır. Bıraq. Bir də x'in özü bərabər 0, x bərabər 0. Aralığa düşür. İkinci tərtib törəmə. Birinci tərtib törəməsi hasılın törəməsi kimi baxacağım. Eləyən x plus 1. Üstə yerə x bıraq 1 bölü x plus 1. Buradan bir də törəmə alsam. 1 bölü x plus 1 üstə yerə bu kəsrin törəməsi olacaq. X plus 1'in kvadratı. X'in törəməsi 1. Bıraq x plus 1 çıxaq x. Onu sadələşdirməliyik. Demək, davam edirik. Burada nə baş verir? X'lər islah olunur. Ortaq məxrəc eləsəm x plus 1'in kvadratı eləyir burada. Burada x plus 1, bir də plus 1. Cavab eləyəcək x plus 2 bölü x plus 1'in kvadratı. Belə alın, görüb belədirmi? Doğrudur. Burada
Hasılın törəməsi için baxacağıq buna. Mənfi y üstü mənfi x. Çünki y üstü mənfi x-in törəməsi y üstü mənfi x. Bir də vuraq mənfi 1 ilə qabağa bir mənfi gəlir. Kosinus 3x. Üstə gələk y üstündə mənfi x. Vuraq kosinus 3x-in sinus 3x. Bir də vuraq bir dənə mənfi 3. Bir dənə mənfi bura gəlir. Bura plus eləyir. Belə yazacağım. X yeri 0 yazanda buraya eləyirəm mənfi 1. Burada 0 yazan sinus 0 eləyir. Cavab elə mənfi kimdə qalır. Bu limit törəmə deməkdir. Funksiyanın həmin nöqtədəki törəməsi tərifidir. Kəsilmə nöqtələri xarakterini müəyyən elə. X 0 ola bilməz də. Deməli, x 0-a sağdan yaxınlaşanda nə baş verir? Soldan yaxınlaşanda nə baş verir? Sağdan yaxınlaşanda o demək ki, mən götürəcəm belə. 0,001. Bu da eləyir y üstündə 0,001 üstə gələk, məsələn 10.000. Bu sonsuzluq deməkdir. Sonsuzluqsa ikinci növ kəsilmə var da. Burada da aradan qaldırıla bilən də 0 limiti 1 verir. Amma pikalarda problem var. Kəsilmə ikinci növə aiddir. Burada qaydamız var da, bir çıxaq kosinus alfa x-in ekvivalentliyi var idi. Alfa kvadrat x kvadrat bölü 2 ilə. 16x kvadrat bölü x kvadrat eləyir. O da 16x kvadrat bölü 2x kvadrat. O da 8 eləyir. Burada 2 var idi, ona görə. Burada vuruqlarını açsam, qalacaq aşağıda kökdə x plus 2. Burada x-in yerinə 16 yazanda 4 plus 2 elə eləyir də. 16 yazanda 4 plus, 4-cü kökdən 16, o da 2 plus 2, 4'də 1. Düzdür. Sonra burada da sürət məxrəci eyni böləndə 1 verir. Bunun məxrəci yenə 1'dir, qoşmasına vuracağım. Burada alınacaq kökdən plus 1 plus kökdən. Burada da eləyəcək n plus 1 çıxaq n. N'lər gedib 1 bölək sonsuzluq yaradır bu. Burada 0 verir. Yeni qiymətlər çoxlu. Yeni buradan sinus 8x, kosinus 8x'i çıxartsam, mötərizədə sinus kvadratı 8x plus kosinus kvadrat 8x eləyir. Bura 1 verir, bu da 2'də 1 eləyir. 2'də 1, bir də mənfi 2'də 1. Qiymətlər çoxluğun. Bura 0 ola bilərmi? 0 almıram, ola bilərmi? 0'a yaxın ədəd eləyir. Burada da x bərabər 6 eləyə bilər. 6 olanda 4'ün kvadratı eləyir 16. Yenə burada sürət məxrəci qoşmaya vura bilərəm və yaxud törəm alacağım mən. L'hopital'la işləyəcəm. Bura eləyəcək, deməli 1 bölək 4, 4-cü kökdən x kubu. Burada eləyəcək 1 bölək 3 kub kök altı x kvadrat. 1 yazanda burada eləyəcək 4'də 1 bölək 3'də 1. Burada 4'də 3 eləyir. Deməli 4'də 3. Bayaqki sualdır. Mənfi 1 çıxaq 1, bir y üstündə eləyir. Bölək 2 vuraq 1. Bu da y üstü mənfi 1 yaradır. 4x kubu bölək 1 bölək x. Bu da x 1'ə yaxınlaşanda 4 eləyir də 4. X törəməsini soruşur. Hasılın törəmə tutur. 1 bölək 2 kök altı 1 minus x kvadrat. Buradan mənfi 2x yazıram. Arc sinus x üstə gələk. Kökdə 1 minus x kvadrat vuraq. Bunun törəməsi o eləyir. 1 bölək kökdə 1 minus x-in kvadratı. Buraya xısar gedir. Sonra ortaq məxrəc eləmək lazım. Burada cavab alınır. Tangens elin unun törəməsi bərabərdir. 1 bölək u vuraq unun öz törəməsi. Tangensin törəməsi 1 bölək tangens verir. Tangens x bölək 2 vuraq. 1 bölək kosinus kvadrat x bölək 2. Bir də x bölək 2'nin törəməsi də 2'də 1 verir. Bunu sadələşdirmək lazım görünür. Burada y üstü özü qalır. Vuraq bir də üstün törəməsi mənfi 2x plus 4 eləyir. Yerini dəyiş burada sadəcə.
Teoreması. 1 bölü x'in teoreması mənfi 1 bölü x kvadrat. Obsini de yazaram x üstü mənfi üstə 1. Buradan teorem alanda mənfi üstə 1 qabağa gəlir. Mənfi üstə 4 o deyir nə? 1 bölək kub kök 6 x üstü 4. Belə. Deməli bir dənə mənfiyyətdən çıxıb görsənmir orada. Halsının teoremasını 2x bıraq sinüs x üstə yerə x kvadrat bıraq kosinüs x. Buradan da x'i çıxardıqlar, cavabı yazıblar. Eninci tərtib teoremasının düsturu var və bu şəkildədir. Kosinüsün teoreması belə verir, düsturdur konkret. Bu da düsturdur. Belə. Teoremasının təyini ilə tan x kvadrat 2 tangens kök 6x kvadrat plus 1. Tangensin teoreması 1 bölü kosinüs kvadrat kökdə x kvadrat plus 1. Bir də vuraq. Bu kökün teoreması o deyir 2x bölü 2 kök 6x kvadrat plus 1. Və bütün mürəkkəbliyi ilə burada sadələşdirib yazmaq lazımdır. Burada x plus 2 bərabər olmalıdır b-yə. X-in yeri 2 yazanda 4 bərabər b. B bərabər 4-ə. Növbəti video izahımızı davam edərik. Hələlik bəs eləsin bunu.